Problemsiz verilişine hoş gelmişsiniz. Bugünkü qonaqlarımız da Azara Pemma xanım və Sumrak bəy. Mənim qızım 5-ci sinifə getməyəcək. Ərə gedəcək. Yazdı pozdu bəsdir. Ər çörəyi yeyəcək. Sizin doğma dərsi Şırıl bəy, round. Hiç utanmırsınız bu 11 yaşta kızı sorma bilirsiniz. Benim bazım kızı, benim doğması oğlum ayrı gidecek. Sən sus bir qeyrət. Bizə o qalmış ki qızımı sən çolaq qədənə verim. Soraq nədir? Düşünürəm ki 11 yaşlı kız təhsili ilə məşğul olmalıdır və yetkinlik yaşına çatandan sonra özü qərar verməlidir. Səni kim peydahladı bura? Emosiyalara qapanmayaq, musiqili pauza. Səni sevirəm film kimi, səni sevirəm nağıl kimi. Mənim özümdən aslı deyil, qısqanıram paxıl kimi. Sevgiden söz düşmüşkən sözü verib bəyimizə. Neçə il gözləyəcəm? Hətta buluğa çatana qədər. Gec olar Sumrak dayı. Get Moskvanın üçüllərdən qayıt bəri qızı sağ verəcəm. Mən sözümün tacıyam. 14 yaş çox tezdir. Sən kimsə bizim ailə söhbətimizə qarışırsan. Mənim qızım kalendarda sərsin. Maddə dazdırıb firma deyərlər. Studiyamıza zəng ver, əli bəli buyurun. Qızın əsl anası dazdırıb firma deyir mənəm. Şərəfin varmı sən Sumrak? Nə tərdə balisdə mənə dedim ki sənin uşağındır. Tufu sənin sifətinə. Mən gedirəm, tərk edirəm. Bu verişdə çıxıram. Bu gün də bir ailənin taleyi belə həll olundu. Eləmə poz durur. Verilişimizin baş sponsoru Steril Qap Şampurları. Steril Qap Şampurları.